Mən aktrisa olmaq üçün dünyaya gəldim. İllər keçdikcə buna daha çox əmin oluram. Görünür, hər bir adamın taleyi, eləcə də sənəti hələ dünyaya gəlməzdən əvvəl müəyyən olunur, deyirdi Amalya Pənahova. Səhnə ustadı, teatr, kino, televiziyada 500-dən artıq obraz canlandırıb. Uca Tanrım, mənim dualarımı eşitdi. Oğlumu hifz elədi. Oğlu öz anasına qaytardı. Eşidirsənmi? Mənə öz anasına qaytardı. O səhnə fəaliyyətində daha çox görkəmli dramaturq, xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığına müraciət edib. Aktrisa Unuda Bilmirəm də Nərmini, Mənim günahımda Nurcahanı, Sən həmişə mənimlə səndə Nargiləni canlandırıb. 1981-ci il mart ayının 19-unda ilk dəfə olaraq Akademik Milli Dram Teatrın səhnəsində Amalya xanımla səhnəyə çıxmışam. O səhnəyə ilk çıxışımdır. İlk tərəf müqabilim də Amalya xanım olub. Üstündən 45 il keçib. Amma bugün də mən onu xatırlayıram. Onun səmimiyyətini, onun istiliyini, tərəf müqabilinə nə şəkildə kömək eləməyini. Onu arzularının ardınca aparan yol ömürlü məhəbbəti ilə də qovuşdurub. Amalya Pənahova və Yusif Muxtarov həyatın çətin, enişli yoxuşlu yollarında birlikdə addımlayıblar. Yarım əsrə yaxın 48 il birlikdə ömür sürüblər. Bakı Bələdiyyə Teatrını da birgə yaradıblar. Özündən böyük, sonra böyük bir miras qoydu Bələdiyyə Teatrını. Və mən çox sevinirəm ki, bugün Bələdiyyə Teatrı layiqli əllərdədir. Aynur Muxtarovanın rəhbərliyi ilə bir-birindən gözəl tamaşalar verir. Mən bu teatrın kollektivinə, onların istedadına sadəcə heyran olmuşam. Yəni Amalya xanım bu sənətlərin hamısında, həm teatrda, həm kinoda, həm televiziyada sözün əsl mənasında sevilən bir aktrisa olub. Özünə məxsus üslubu, sənətə xüsusi sevgisi ilə seçilən səhnədə, eləcə də ekranda kifayət qədər uğurlu olan Amalya Pənahovanın anadan olmasından 80 il ötür. Mədəniyyət Nazirliyinin nümayəndələri, bir vaxtlar onunla eyni səhnəni bölüşən dostları, sənət yoldaşları xalq artistini məzar önündə yad etdilər. Mən xoşbəxtəm ki, bütün şüurlu həyatımı bu sənətə həsr etmişəm, deyirdi Amalya Pənahova. O həyatını sərf etdiyi teatr və kinoda əbədi yaşayacaq. Fəridə İsmailova, Elvin Cəfərov, Mədəniyyət xəbərləri.